Kitab oxumaq dünya görüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik. Yeni fikirlər, məlumatlar qazanırıq, onları gündəlik həyatımızda tətbiq edirik. Fantaziyamız inkişaf edir, yeni sözlər öyrənirik. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazamız daha da artır. Fikirlərimizi yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirik. Göz və beyin koordinasiyamız artır. Daha sürətli görüb dərk etmə bacarığına sahib oluruq. Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür. Fiziki idman hərəkətləri bədən üçün nə dərəcədə əhəmiyyətlidirsə, oxumaq da beyin üçün o dərəcədə əhəmiyyətlidir. 90 gün ərzində kitaba toxunmamaqdan daha pis bir şey varsa, o da 90 gün kitaba toxunmayıb və heç nəyin olmadığını düşünməkdir. Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn onları oxumamaq kimi. Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayətdir, lakin onları başa düşmək üçün minlərlə kitab oxumaq lazımdır. Kitablar zamanın dalğalarında üzən və öz dəyərli yükünü nəsillərdən nəsillərə daşıyan fikir gəmisidir. Bəli, bu sözlər dahi şəxsiyyətlərin kitab haqqındakı frazalarıdır. Mədəniyyət oxunmuş kitabların çoxluğu deyil, məhz başa düşülən kitabların çoxluğudur. Kitab oxuyan insanlar daim televizora baxan insanları idarə edəcək. Kitablar filmlərdən daha yaxşıdır, çünki xüsusi effektləri təsvir etməkdə təxəyyülün sərhədi yoxdur. Qəpikləri üst-üstə qoyduqda manat əmələ gəldiyi kimi, oxunan məlumatlar da üst-üstə yığılıb bilik əmələ gətirir. Bir çox insan, bir kitab oxudum, həyatım dəyişdi və ya mənə çox pis təsir etdi deyə bilir. Elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Oxumaq həm də beynin gimnastikasıdır. Kitab oxumaq insanlar arasındakı əlaqəni də gücləndirir. Kitab mənəviyyatdır. Kitab mədəniyyətdir. Kitab başdan başa elmdir. Qeyd edək ki, hazırda dünyada 860 milyondan çox insan hələ də oxuyub yazmağı bacarmır. 100 milyondan çox uşaq hələ də təhsildən kənarda qalır. Onların təhsillə, elmlə məşğul ola bilmələri üçün UNESCO mütəmadi olaraq layihə və proqramlar həyata keçirir. Bugün bir fürsətdir ki, kitabları sevək, sevdirək. Çünki biz birlikdə güclüyük.